Salam, bugün Vüqar Zeynalovdan atomun quruluşu, dövr qanunu və dövr sistem 38-ci sualdan davam eləyək ardı yazmağa. Deməli, 38-ci sualda deyir ki, 0,25 mol X 2Y4 birləşməsinin kütləsi 41,25 qramdır. X elementi 3-cü dövr 1A qrupunda yerləşir. Yəni 3S1-dir bu. Bu deməli sıra nömrəsi olacaq 11. Neytron və neytron proton sayından bir vahid çoxdur. Bir vahid çoxsa deməli 12-dir. Bu deməli kütləsi 20 üstü atom kütləsi. Y4 müsbət ionun elektron sayı 21-dir. Y4 müsbətin elektron sayı 21-dirsə 4-ün verib 21 olub, verməsəydi deməli 25 imiş. Y atomunun yüksüz hissəcik sayını molla müəyyən edir. Yəni bunun neytron sayını tapmalıyıq. Əvvəlcə təbii ki, proton sayını tapdıq, atom kütləsini tapmalıyıq. Deməli, 0,25 molu 41,25 qramdır. 1 molunun kütləsini tapaq. X2Y4, yəni 2 vurulsun 23. Üstə gəl, Y-in kütləsini bilmirik. Üstə gəl 4 vur 16 da oksigenin kütləsi 64. Buradan Y-in kütləsini tapsaq, Y-in kütləsi olacaq 55. Sonra isə burada yerinə qoysaq, bunun olacaq deməli 30 neytron. Yüksüz hissəcik sayını molla müəyyən etdiyi üçün burada elə yüksüz hissəcik sayı 30 mol olacaq. Neytronlar yəni. 39. X 3 müsbət ionunun elektron sayı Y4 müsbət ionunun elektron sayından 11 vahid çoxdur. 3 müsbət, Y4 müsbət. Buna A desək, burada alınan başqa bir şeylər də var. A demək, A da var, B də var, C də var. Buna D deyək, yaxşı. Buna D desək, 11 vahid çoxdur bundan. D-11 bu olsun. Elektron sayını tapsaq, bu deməli, D üstə gəl 3 olub. Bu isə D çıx 7 olub elektron sayı. İndi baxaq ardına. X atomunun elektron sayı ilə Y2 mənfi ionun elektron sayı cəmi 44 moldur. X atomunun elektron sayı D plus 3-dür. Y2 mənfi. Y-in proton sayı D-7-dir də. İkisini də alıb, bu olacaq D-5 olduğu üçün artır. Bunların cəmi, yəni D üstə gəl 3-lə D-5 bizə verəcək 44-dür. Burada da biz D-ni tapırıq 23. Sonra nə soruşur? X-in tək elektron sayı A-dır. X-in tək elektron sayı. X deməli yerləşir. Sıra nömrəsi olacaq 26 D plus 3 olduğu üçün bu olacaq deməli 4S2 20 olur. 3D 6. Burada tək elektron sayı D-dədir. D-də də 4 dənə təki var. Sonra B-də nə deyir görək? 3-cü elektron təbəqəsində elektron sayı B-dir. 3-cü elektron təbəqəsi bu 3S2, 3B6-sı da var axı. B bərabərdir 8 üstə gəl 6. B 14-ə bərabərdir. Y-in sıra nömrəsi C-dir. Y-in sıra nömrəsi D-7-dir. Yəni Y olacaq 23 çıx 7. O da eləyəcək. Y-in sıra nömrəsi C. O da eləyəcək 16. C də bərabərdir 16-ya. Sonra isə bizdən istəyir A böl C minus B-ni tapaq. A 4-dür. C minus B 16 minus 14. 4 də 2-yə böləndə eləyir 2.
Baxın sual. Deməli, X elementi və Y elementi verib X, M, Y-in birləşməsində elektron sayı 96 moldur, formulu müəyyən edin deyir. X-in dövrü 4-dür, qrupu 6B-dir. Qrupu 6B olsa, bu 4S1, 3D5 olar. Çünki nədir bu? 24-də də sıra nömrəsi olan, onda elektron formulu belə olur. 4S1, 3D5. Y-ə baxaq. Y-də isə 3S2, 3P4, bu 16-dır. Birləşmədə elektron sayı 96 moldur deyir. Bunun biri xromdur, o birisi də kükürdür. Yəni tabaq. X, M, Y, N. Artıq biz bunların proton sayını tapmışıq, belə deyək, elektron sayını tapmışıq. Birləşmədə deməli X, M deyir. 24 M üstə gəl 16 M bərabərdir 96-ya. Buradan bir bərabərlik tapsaq 3M üstə gəl 2N bərabərdir 12-yə. O zaman bu xrom 2S3 ola bilər. Bir də bunu hardan bilə bilərik? Qeyri-metallar metallarla birləşmələrində adətən ən aşağı valentlik göstərirlər, ən aşağı oksijləşmə dərəcəsi. Bu mənfi 2-nə verəcək olursunuz da bizə. Bu N2-dirsə, M-i tapmaq da rahatdır deyə düşünürəm. 4, 4-ü bu tərəfə keçəlim. Dəqiqə. Yox, N 3-dür, 6, 3N bərabərdir 6-ya, N bərabərdir 2-yə. Aha, bunu bizə verir. Burada da müsbət olacaq. Xrom 2, S3, yəni X2, Y3. Bu da eləyəcək D bəndi. 41. Deməli, fosforun oksijləşmə dərəcəsi müsbət 3 olarsa, M-i hesablayın. H3, PO, burada N-dir. Oksijləşmə dərəcəsi nədir? Müsbət 3-dür. Oksijen də onsuz da mənfi 2-dir. Burada hidrogen də müsbət 1-dir. Burada gəlin N-i tapaq. Deməli, müsbət 3, üstə gəlin müsbət 3, çıxılsın mənfi 2N. Bu bizə 0 verməlidir. Oksijləşmə dərəcələrinin indeksə vurub toplayanda 0 verməlidir. Buradan da nə tapırıq? Mənfi 2N bərabərdir mənfi 6-ya, N də bərabərdir 3-ə. Bu artıq aydındır. Proton sayını A verib. Gəlin burada proton sayına baxaq. Əlimіздəki deməli H3PO üstü proton sayı 3 üstə gəl 15, üstə gəl 8-ində 24. Bu A-dır. Bu eləyəcək 42. Sonra ardından davam edək. H-klor M. Burada da proton sayı A-ya bərabərdir. Yəni 42 bərabərdir. 1 üstə gəl 17, üstə gəl 8M. M də bərabərdir 3-ə. Deməli, bu H-klor o 3 imiş. Qırx ikinci suala baxaq. Deməli, bizə ion verib 2 dənə və burada ionun yükü bilmirik nədir, N-i tapmalıyıq. Xrom O4, 2 mənfidə elektron sayını gəlin tapaq. Xromda deməli 24-dür. Oksijində 4, 8, 32, 2 mənfi olduğu üçün üstə gəl 2. Bunun cəmi bizə verəcək 58-i. Elektron sayı, yəni bu 58 A-dır. Burada isə A plus 1-dir. A plus 1-də 58 üstə gəl 1. 59-u verəcək. Gəlin baxaq. Manqanda 25. Oksijində 4, 8, 32. Üstə gəl N. Bu bərabərdir 59-a. Bu N də tapırıq ki, 2 eləyir. Aha, bizdən və ardı var bunun. Manqan O4. Artıq manqan O4.
İyon haqqında doğrular seçin. Manqan müsbət 6-dır. Manqan müsbət 6-dır. Bir doğrudur. Sonra 2 manqan müsbət 7 deyil. En mənfi 1-ə yox, en mənfi 2-yə bərabərdir. Bu doğrudur. Və manqanatdır deyirsə, bu da doğrudur. 1, 4, 5. Burada müsbət 2 yazmağımız sizi çaşdırmasın. Yəni, gözü burada da mənfi olanda neyinidir? Topluyorduk da ona görə. Ə, Əgər müsbət alırsa, bu demək ki, üstündəki olacaq mənfi işarə ilə. 43. X, Y, Z verib, bizə cüt elektron sayı verib, tək elektron sayı verib və 2 dənə birləşmə verib. Burada indekslərə aid bir hesablama istəyir bizdən. Bu X, Y, Z-i hər birini hesablamalıyıq. Hesablamaq deyəndə ki, müəyyən eləməliyik ki, bu hansı qrup ola bilər. Bunu da yazanda 1S2, 2S2, 2P6, 3S2, 3P4. Yerləşir deməli bu 6A-da. Y-ə baxaq. Y ola bilər 1S2, 2S2, 2P6, 3S1. Bu da yerləşir 1A-da. Z 1S2, 2S2, 2P5. Bu da yerləşir 7A-da. Üçünü də tapdıq. Yəni burada cüt elektron sayı 7-dir. 1 cüt, 2 cüt, 3 cütü burada, 1 cütü burada, 1 cüt də burada. Tək elektron sayda 2 dənəsi burada. O qayda ilə yəni qurmalıyıq. Eynilə burada da bir dənə tək var. Qalanlar hamısı cütdür. Və burada da bir dənə cüt, 2 dənə cüt, 3 dənə, 4 dənə cüt və bir də tək yerləşir. Qrupları tapdıq. Gəlin müəyyən eləyək görək bu Y, A, X, B nə ola bilər? Deməli, Y bir A-dacı bu validlik 1-dir. X nədir? X 6A-da yerləşir. Bu ən aşağı validlik göstərəcək 2. Misal, natrium 2S, belə də yəni düşünə bilərsiniz. Deməli, bu olacaq Y2, X-dəki 1. A bərabərdir 2-yə, B bərabərdir 1-ə. Bizə sonunda bu lazım olacaq. Hesablama aparmaq üçün. Sonra baxaq. XM, ZN. X 6A-dadır. Z-dəki 7A-dadır. Bu 6A-da, bu da 7A-da. Bu nə ola bilər? Bu ola bilər S-xlor 6 ola bilər. Çünki xlor burada nə olar? Mənfi 1, bir də müsbət 6. Deməli, sonra nədir? A üstəgəl B. A üstəgəl B, yəni 2 üstəgəl 1. Deməli, N burada 6-ya bərabərdir. M də 1 idi. N minus M. 6 minus 1. Bu bizə verir nəyi? 5-də 3-ü. Bu da verir 0,6-nı. Burada sadəcə kükürt nə hansı vəziyyətə gələcək? Kükürt hanı burada 3S2, 3P4. Bu elə bir ən stabil formaya, oktet formasına keçir. Elə həmçinin Z-də olur da. 2P6-ya gəlir də. Deməli, X 5 müsbət, elektron sayı A-dır, proton sayı B-dir. Yəni yazaq. Bu B-dir. Daha doğrusu neytron sayı B plus 3'tür. Proton sayı B'dir.
Elektron sayı da A'dır. Hı -hı. Yazıq bunu. Sonra Y 3 müsbət. Proton sayı C'dir, elektron sayı A'dır, neytron sayı C plus 1'dir. Burada atom kütlələrin bir-birindən çıxmamızı istəyir. X minus AR Y. Yəni burada atom kütlələrini tapaq. 2P, 2B üstəgəl 3, bu da 2C üstəgəl 1 olacaq. Biz bunların hər birini A ilə ifadə edə bilərik. B-nin yerinə nə yaza bilərik? A üstəgəl 5 yaza bilərik. Düzdür? Burada elektron sayına görə. C-nin yerinə də A üstəgəl 3 yaza bilərik. Aha, gəlin qoyaq yerinə. Bu deməli 2B üstəgəl 3-dür. Çıxacaq 2C üstəgəl 1-i. Bərabərdir. B-nin yerinə A üstəgəl 5 qoyaq. C-nin yerinə də A üstəgəl 3 qoyaq. Üstəgəl 1. Burada deməli 2 A'lar gördüyünüz kimi bir-birindən çıxanda elə 0-a bərabər eləyir. X minus Y də bizə verəcək 6-nı. Qırx beş. Deməli, xlorun maksimum həyəcanlananda boş orbital sayını istəyir. Xlor 17. 3s2, 3p 5'dir bu. Maksimum həyəcanlanma halında 3s1, 3p3, 3d 3 olur. Boş orbital sayı x burada nəyə bərabərdir? 3d 3'də vardır, 2'yə bərabərdir. Sonra silsiuma baxaq, 14. Normal halda boş orbital sayı 3s2, 3p2. Bunun 3 sayısı da var axı 0. Biri buradadır, 5'i də burada. Y nəyə bərabərdir? 6'ya. Son olaraq Z-də bax, alüminium 13. Maksimum həyəcanlanmalıdır boş orbital sayı 3s1, 3p2. Maksimum həyəcanlanmalı və 3d'si də 0. Deməli, burada bir dənəsi, burada da 6, burada da 5 dənəsi. Necə olacaq? Z 6. Nə istəyir bizdən? Z-i böl Y minus X-a. 6'nı böl 6 minus 2'ye deyir 4'də 6 yəni 2'də 3 deyir 1 onda 5. Cavab budur. 46-cı suala baxırıq. X, Y3 maddəsinin malyajı 80 qramdır. Yəni X üstəgəl 3Y 80'i verir bizə. Deməli, Y-in X-a olan nisbəti 2'də 1'dir. Yəni 2Y bərabərdir X-a. 2A, X atomunun qısa elektron formulasından maksimum və minimum oksijenləşmə dərəcəsi cəmini hesablayın. Burada tərsini də edə bilərik. Bizdə X-i istəyir axı. Elə belə eləyək də. Y bərabərdir 0.5 X yazaq. X üstəgəl 3 vurulsun 0.5 yəni verəcək 1.5 X-i bu bərabərdir 80. X deyəcək 32. Sonra baxaq. Bu X-in kütləsidir 32. Bu 2A, bu da A olduğu üçün bu 16'dır. Maksimum və minimum oksijenləşmə dərəcəsi. Bu 16 nədir? 3s2, 3p4 küçürdür də. Bunun maksimumu müsbət 6'dır. Minimumu da mənfi 2. Bu da bizə verəcək 4'dür. Yenə küçürdü verib bizə.
Uyğunluğu müəyyən edin deyir. Müəyyən edək. Oxşaşma dərəcələrinə əsasən baxırıq tək elektronların sayına. Bir də bunun S8 sıfır məsələn hansı elektron formula malikdir. Ona əsasən müəyyən eləməliyik. Deməli, bunun normalda quruluşu 3s2, 3p, 4-dür. Tək elektron sayı da valentliyi bildirir. SO2 flor 2-də bu müsbət 6-dır. 1, 2, 3 belə uyğunlaşdırır. Tək elektron sayı birinci baxsaq, burada nə qədərdir? 4-dür. 4. 4 harda olar? B ilə D-də. B, D. Müsbət 4. Sonra 3S2, 3B4. Bu olar A-da. S8. Sonra üçüncü. Burada 6 valentli olan hal. Bu S8-i yəni necə düşünə bilərsiniz valentli kimi? Belə də 2 dənə xətt çıxır axı. Belə 8-ə yazsaq. Belə düşünə bilərsiniz. Deməli 3-də 6-nı verməli bizə. Orada olacaq C və burada tapmışdıq. Burada olacaq Y. Yəni fərqi yoxdur. 8 plastik kristalik onsuz hansını yazsınız 2 valentli olan haldır. 48. Deməli uyğunluğu müəyyən edin deyir. Oksijmə dərəcəsi. 3s2, 3p3, 3d2. Həkin sayı nə qədərdir? 5 dənə. 7 d-yə. İkincidə bu xlor 2-də ola bilər. Oksijmə dərəcəsi 3s2, 3p5 olan halda. Burada yəni oksijmə dərəcəsi 0 olur. Ona görə bu C ilə Y olar. Və yaxud da misal üçün H xloru yazsaz da burada da mənfi 1-də quruluşu 3s2, 3p5-dir. 3 deməli 7 dənə tək fərqli olacaq B bəndi. Qırx doqquz. X, O3, 2 mənfi iyonu, X və Y-in proton sayı. Aha. İyonların elektron sayı. Gəlin baxaq. Deməli, X-da proton sayı n-3, çünki X burada var da, Y-də buradadır. Deməli, o birisi iyonda mənfi. N-3 üstə gəl. 3, 8, 24 oksigen. Üstə gəl, burada yük var, 2. Üstə gəl. Y-N-dir 4, 8, 32. Üstə gəl 1. Bu bərabərdir 90-a. Buradan N-i tapsaq, N eləyir 17. Sonra bizdən nə soruşur? X, A, Y, B birləşməsində. N-i tapdı. Burada proton sayı N-3 deyir axı. Bu deməli 14. Y nə olacaq? 17. Yəni bu xlorla azot. X, A, Y, B. Xlor dediğimiz, azot dediğimiz sistem bu silisiumdur. 7 olan da azotlar. Deməli bu nə olacaq? Bu ola bilər belə. Yəni X, Y, 4. Bu olacaq burada mənfi 1, bu olacaq müsbət 4. Deməli, sonra bizdən nə soruşur? A nəyə bərabərdir? 1-ə, B nəyə bərabərdir? 4-ə. A plus B cəminin neçə faizini təşkil edir? 500 faizdir. B isə 4. 4-ü də X deyək.
X bərabərdir nəyə? 80%. Bu da bayaq kimi. Burada da kovalent rabitədir. Müsbət 4 oktet dublet vəziyyətinə görə. Stabil formaya hansı vəziyyətə keçir, ona görə bu quruluşu yazırıq. Boronlar seçin. H2, XO4. HYO4. Burçlarında elektron sayı bərabərdir. Elektron sayı bərabərcə gəlin. Bax, bu da elektron sayı nə qədərdir? 2 üstə gəl, x üstə gəl, 4, 8, 32 bərabərdir. 1 üstə gəl, y üstə gəl, 32. Buradan bir bərabərlik əldə edirik. X üstə gəl 1 bərabərdir y-ə. Yəni, x-in üstünə 1 gəlsəm y eləyər. X-in sıra nömrəsi bir vahid kiçik y-dən. Yəni, bil ki, bu dövrü cədvəl kimi düşünün bunu. X daha əvvəldə yerləşir. Sonra isə baxırıq, deməli, variantlara. Sıra nömrəsi x-in böyükdür. Xeyr, bu səhvdir. Elektromənfili y-in böyükdür. Bu düzdür, yəni dövrdə yerləşir və sağda yerləşən elektromənfili çoxdur. Sonra radius y-in radiusu böyükdür. Yox, x-in radiusu böyük olar. İyonlaşma enerjisi y kiçikdir yazıb. Xeyr, elektromənfili çox olan iyonlaşma enerjisi çoxdur. Radius x-in radiusu, bəli, bu da düzdür. Cavab olacaq 2, 5. X-in radiusu böyükdür. 51. X2, Y4 maddəsi verilib. X 4-cü dövr 1A qrupunda yerləşir. 4s1 olacaq. Y 4-cü dövr 7B-də yerləşir. Bu belə olacaq. Sonra görək nə deyir. X-in 20 neytronu var. Bunu daha görək. 19 dənə protonu var. 20 dənə neytronu var. Kütləsi olacaq 39. Y-in neytron sayı proton sayından 5% otur. Bunun da 25 protonu var. 5 vahid çoxdursa bu 30-dur. Yəni kütləsi 55-dir. X2 Y4-ün nismolikul kütləsini hesablayaq. Deməli, 2 vurulsun 39, üstə gəl 55, üstə gəl deməli 64. Bu da oksigen. Bərabərdir. Neçəyə? 182-yə. 197-yə. Nəsə 197-dir. Sonra 52-ci sual. XM, Y maddəsinin nisbi molekul kütləsini hesablamalıyıq. Yenə baxaq, X görə bizə nə verir? 4-cü dövr 2A. 4s2. Bu neçəyəcək? 20. Neytron sayı A-dır deyir. Olsun, yaxşı. A olsun. Buradan alıp eğitim bir şey olacaq. Yox, biz bu ikisinin eğitim. Bu 2 valentli olacaq da onu oradan tapa bilərik. Y, B'dir. Dövrü 3S, 2, 3P, 3 olacaq. Bu da verir bizə 15'i. Neytron sayı B üstə gəl 1'dir. Burada A verib bunu. Deməli, burada A. Buna da baxmalıyım. Biz nə tapdıq? Proton tapdıq da. Proton ilə A-la ifadə edib orada da 20'dir. 20, 20. Bunun kütləsi 40'dır. Sonra bu B. Biz artıq B-ni tapmışıq. 15'dir. Proton sayı B plus 1 nədir? 16. Toplayanda neçə edir? 31 edir. X, Y.
Bu deməli neçədir? 5-ci qrupdur. Qeyri-metal da metalla birləşəndə aşağı valentlik göstərəcək. Hə, deməli 3 valentli olacaq. Bunun ayağına düşəcək 3. O birisindəki onsuz sabitdir. 2 valentlidir. Bura düşəcək 2. Belə x-in kütləsini tapmışıq. 3 vurulsun 40. Üstə gəl 2 vurulsun 31. Eləyəcək 182. XO3 birləşməsinin əmələ gətirən X elementi ilə elə Y metallı XY birləşməsi. Hı. Burada baxaq metal, qeyri-metal hansıdır? Əlimizdə deməli XO3 var. X-la Y. Burada yerlərin yəqin özü bilərək dəyişik yazıb. Çünki metal normalda əvvəldə yazılır XO3. Metalla metal ümumiyyətlə birləşmə əmələ gətirməz də. Burada XO3-də bu X metal ola bilər, qeyri-metal ola bilər. Amma burada metal artıq Y-in metal olduğunu bilirəmsə, müəyyən etməliyəm ki, bu qeyri-metaldır. Bu qeyri-metaldır. Z qeyri-metalı ilə deməli X, X2 birləşməsi əmələ gətirir. Aha. Bu X qeyri-metallısa, bunu gəlin valentliyini tapaq buradan. Bu 6 valentlidir. 6 valentlidir. Qeyri-metal da metalla birləşəndə ən aşağı valentliyi göstərir. Bu 2-dirsə deməli, bu da 2 imiş metal. Sonra XZ, XZ deməli X tapdıq. Ha, Z də qeyri-metaldır. X də qeyri-metaldır. Burada necə müəyyən edə bilərik bunu? Gəlin baxaq. 6-dırsa bunun xarici elektron təbəqəsi olacaq 3s2, 3p4. Xarici təbəqədəki elektronların sayı A bərabərdir 6-ya. Sonra B-ni də tapmaq asandır. Y çünki 2 valentlidir, bu da olacaq. NS2 və yaxud da burada yazaq biləsən. NS2 MP4. Bu onsuz da oksigen ola bilməz. Oksigen burada var. Oksigenə birləşməyəcək ki. Burada olan fərqdə. NS2 burada da Y bərabərdir. Daha doğrusu Y NS2 formuluna malikdir. B bərabərdir 2-yə. Z-i necə müəyyən edə bilərik? Burada deməli burada Z-in artıq, demək X-in artıq küçük olduğunu bildiksə, bu H2S, S-xlor2. Deməli, Z-in hidrogen yox xlor olduğu hardan bilirik? Burada C-B verilib. C 1 olsa, 1-dən mən nəyə çıxsa, mənfi cavab verəcək bu. 1-dən 2-dən çıxsaq. Z ona görə oradan tapaq ki, Z xlordur. Bu ola bilər 3s2, 3p5. C bərabərdir 7-yə. A bölünsün C-B. A neçədir? 6-dır. C neçədir? 7-dir. B də 2-dir. 5-də 6, bu da bizə verir 1.2. $54. Deməli, xrom verib bizə sıra nömrəsi 24-dür. Bu deməli 3s2, 3p6, 3d5, 4s1 formuluna malikdir. Üçüncü səbəbdə elektronların sayını istəyirsən A. 8 üzrə gəl 5. Bu verəcək bizə 13-ü.
Tək elektronların sayı biri burada, beşi burada, 6. Maksimum və minimum oksijen dərəcəsi cəmi. Bu bildiyiniz kimi metaldır. Minimumu sıfırdır. Maksimumu da müsbət 6'dır. Bu da edəcək 6. Davam eləyək. 55. Deməli, XOH2SO4 verilib bizə. Burada X sabit valentli metaldır deyir. Yəni, əvvəlcə bu oxşaşma dərəcəsi və yaxud da valentli. Oxşaşma dərəcəsi daha rahat taparıq. 2SO4. Bu deməli, mənfi 2-də oxşaşma dərəcəsi, OH mənfi 1-dir. X-dakı X-ni bilmirik. Deməli, 2X çıx 2 çıx 2. Bu bizə verər 0. 2X bərabərdir 4-ə. X bərabərdir 2-yə. Aha, tapdıq ki, bunun oxşaşma dərəcəsi müsbət 2-dir. Sabit valentli deyil axı. Müsbət 2-dirsə valentli deyilə 2-dir. Y-in sıra nömrəsi ona yaxın olan nəcib qazı sıra nömrəsi 3 ədəd əskikdir. Bu Y nədir bilmirik. Belə deyək də, bu Y harada yerləşir bilmirik. Nəcib qazdakı 8-də yerləşir də. 8-dən 3 ədəd əskikdirsə, bu deməli 5-də yerləşir. XM bu 5-dirsə, deməli aşağı oksijmə dərəcəsi aşağı valentli göstərir metalla X 3 olacaq, Y isə 2 olacaq, onsuz da bu sabitdir. N ədədi 2, yəni N plus M-in neçə faizini təşkil edir? 5-in neçə faizini təşkil edir? Baxaq. Ne deyək? A deyək. Burada qalır 20, o deyir 40. 40 faizini təşkil edir. Davam eləyək 56. Deməli, 6A-da maksimum və minimum oksijen dərəcələrdən. Burada istisnalar qaydanı pozmur deyib edək. Çünki 6A-da oksijen də yerləşir. Tamam, oksijen müsbət 6 göstərmir. Ümumi gedək. Deməli, mənfi 2 minimumudur. Üstə gəl müsbət 6. Bizə verir 4. 3-də olacaq 0-la müsbət 3 edir. 1-də də 1B deyir. 1B deyirsə, burada artıq 0-la 1. D-də nə deyir? 7B. 7B. Əslində 1B. Bu 1B ilə 7B-də onsuz da metallar yerləşir. Bunlar minimumu 0-dır. 1B-də amma məsələn gümüş. Burada diqqətli olmaq lazım. 1B-də məsələn mis var. Misin oksijen dərəcəsi müsbət 1, müsbət 2-də ola bilər. Maksimum müsbət 2 götürək. Sonra 7B-də manqan var məsələn. Ona maksimum müsbət 7 ola bilər. Minimumda 0 olacaq. Onsuz da 1B ilə 7B-də ancaq metallardır. Deməli, elədik 7. Sonra nə deyir? A üstəgəl B. A üstəgəl B. D minus C. 7 minus 2. Bu bizə verir deməli 5-də 7-ni, o deyir 1/4. Yəni 7, dəmir 26. Gəlin yazaq bunun valent elektron sayı, pozitiv elektron sayı. Deməli bu eləyəcək 3s2 3p6 3d6 4s2. Bu bizə verir 26-nı. Valent elektron sayı. Valent elektron sayı ümumiyyətlə nə deməkdir? Reaksiyada birinci dərəcədə əhəmiyyət daşıyan elektronlardır. Yəni
Bunun da 4s2 ilə 3s6-sındakılar əhəmiyyət daşıyır. Çünki müsbət 3 ola bilər də bu valent elektron sayı. Ona görə A eləyəcək 8. B eləyəcək xarici elektron təbəqəsində. Xaricisi artıq bunun budur. 4s2-dir. O eləyəcək 2. Maksimum və minimum oxşaşma dərəcələri zəmi bu deyəcək 0 üstə gəl 3, yəni onu verəcək bizə 3-ü. 58 xrom verib bizə 3D 5 4s1 elektron formula malikdir. 1, 2, 3 yazaq. Deməli, müsbət 3-də bunun necə olur? Elektron formulu 3s2 3p6 3d3. Baxın, elektron verəndə birinci xaricdən verir. 4s1-dəki çıxır. Sonra qalan 2-si 3d5-dən çıxır. Bu deməli hansına uyğundur? 3d3. Dəqiqə nəyi düz eləmədik? Müsbət 3 olanda. Hə, bu da C bəndidir. Bu C bəndidir. 2-yə baxaq. Orada da 3s2, 3p6 olacaq. Bu da A'dır. Sonra 3s2, 3p6, 3d4. Bu da müsbət 2 olanda olur. O da olacaq Y bəndi. Hələ 9. Qrupu biz tapmalıyıq. X, Y, Z, M. 29, 26, 30, 27. Deməli, bu deyəcək 4s2, 3d7. Bu eləyir 8b. 4s2, 3d10. Bu eləyir 2b. Burada isə 4s2, 3d6. Bu eləyir 8b. M son olaraq 4s2, 3d9. Bu deyilir 1b. İndi C üstə gəl K. Yəni 8 üstə gəl 1. A minus B. Yəni 8 minus 2-ni tapaq. Nə edir bu? 6-da 9 edir. 3-ə getsə burada 2, burada 3 qalır. Bu da edir 1, onda 5. 60. X, Y, 3 maddəsinin 40 elektronu var. X üstə gəl 3Y 40 elektron verir bizə. X 3-cü dövr 6A yarım qrup elementidir. Budur formulu. Nə qədər elektron olacaq? 16. Deməli 16 üstə gəl 3Y bərabərdir 40-a. Y-in valent elektronu təbəqə sayını tapın. Y burada nəyə bərabərdir? 8-ə bərabərdir. 1s2, 2s2, 2p4. Nə edir? Valent elektronlarının. Bunun valent elektronu buradakılardır. 6'dır. Təbəqə sayıdakı 1, 2. Bu da bizə verir 3'ü. Altmış bir. X 4-cü dövrün əlavə yarım qrup metalıdır. Deməli, bunun üst D'si də var. Hı -hı. Buna N deyək, buna da M deyək. Çünki bilmirik. Deməli, nə deyir? X-in tək elektron sayını tap. S yarım səviyyəsində. Bunun əvvəldə var da 1s2, 2s2, 2p6, 3s2, 3p6. S yarım səviyyəsində 6 üstə gəl N. Çünki bunu bilmirəm. N. Bu mənə verir A minus 5'i. Bunu tapdıq. P yarım səviyyəsində
12 bərabərdir P'lər buradadır. 12 bərabərdir A'ya. A'nı tapdıq mı? Gətirin qoyaq yerinə. N bərabər olacaqdır 1-ə. N'i də tapdıq. İndi qaldı. D'ni də tapaq. D A minus 7. A neçədir? 12 minus 7. Deyir 5. M deməli 5'dir. Olacaq 4s1, 3d5. Tək elektron sayı deyirsə, tək elektron sayı da 6'nı verəcək. 1 burada, 5'i burada. Uyğunluğu müəyyən edin. Deyir 62'də aha, maksimum həyəcanlanma zamanı P elektron sayı neçə faiz dəyişib deyir. Gəlin əvvəlcə bunların normal vəziyyətini yazaq. Sonra isə maksimum həyəcanlanmasını yazır. P elektronlarının dediyi üçün bütün şeyləri də saymalıdır. Yəni. Deməli, burada olacaq 1s2 də yoxdur. Onsuz da P2s2, 2p6, 3s2, 3p2. Həyəcanlanma halında nə baş verəcək? 3s1, 3p3. Deməli, P'nin sayının neçə faizi dəyişdi? P əvvəl nə qədər idi? Burada var idi, bir də burada. 8 dənə idi. 8'i 100%'dir. Nə qədər dəyişdi? Bir dənə artdı. Bir dənə artım nə qədərdir? Baxaq. 12 tam onda 5% artıb bu. 12 onda 5. 1'ə getdi C. 2'yə baxaq. Şükürdür 16. 1s2, 2s2, 2p6, 3s2, 3p4. Maksimum həyəcanlanmağı istəyir. Yəni 3s1, 3p3, 3d2. Əvvəl P elektron sayı nə qədər idi? 10 idi. 10 dənəsi 100% idi. Burada indi dəyişim nə qədər olub? Bu bir dənə azalıb P'dəkilər. Burada çünki P3 oldu. Bir dənə azalıbsa burada dəyişməni soruşur, azal başlanı soruşur. Ona görə dəyişməni tapqa veririz. Y. Sonra karbon 1s2, 2s2, 2p2. Bu da olacaq 2s1, 2p3. Deməli, əvvəldə 2 dənə var idi. İkisi 100%. Bir dənə artdısa 50% artım baş verib. Bu da A bəndi olmuş olacaq. Altmış üç. Deməli, bizə verib 2A üstəgəl 4. Bunun deməli nəyidir? Atom kütləsidir. A protonudur, C yüküdür, B'dəki elektron sayıdır. Və bizə burada şərtdə verib B bərabərdir 12C'yə, A da bərabərdir B üstəgəl 2'yə. Bunun artıq məlumdur da. Yəni C'nin üstünə B-ni gəlsə mən A-nı alaram. Burada da A-nı nə verib? B üstəgəl 2 verib. Deməli bu C nədir? 2'dir. C 2'dirsə B də bərabər 12C yazıb. Deməli B olacaq 24. B 24'dür. Bu 2'dir. 2 müsbət. İkisini verib 24 olub verməsəydi 26 idi. Bizə nəyi soruşur? Bu M, N, K-nı tapaq. Neytron sayı falan onları tapaq. 2A plus 4 nəyi verəcək bizə? 2A plus 4-dəki 56'nı verəcək. Proton sayı nə qədər? Deməli, proton 26'dır, neytron 30'dur. X0'ın axırdan əvvəlki energetik səviyyəsindəki elektron sayı. Yəni 26 olanda 3s2, 3p6, 3d6, 4s2'dir bu. Axırdan əvvəlki energetik səviyyə deyirsə, axırdan əvvəlki budur. Ha? M. M nəyə bərabərdir? 14'ə. Tək elektron sayı. Tək elektron sayı da ki 4'ə bərabər. Tək elektronlar buradadır. 3'də 6'dadır. K nədir? Neytron sayı da 30'a bərabərdir.
64. X N iyonu X atomuna çevrilərkən elektron sayı 3 ədəd azalır. 3 ədəd azalırsa, bu deməli 3 mənfiymiş də N. 3 mənfiymiş. X N iyonu 16S2 mənfi ilə izə elektrondur. Bu tutaq ki, A idi. A plus 3 yazaq. Bu da A olsun. İzə elektrondur deyir. Deməli, A plus 3 16-ya bərabərdir. A plus 3 bərabərdir 16-ya. A nəyə bərabərdir? 13-ə. Yox, 16 deyil. İstəyirəm 16 2 mənfi. Bu 18-dir. İzo elektron deyir 18-dir. Elektron sayına baxırıq. Bu deməli olacaq 15. Bu 15'dir. Bu da 18'dir. Üçünü alıb 18 olur. X atomunun normal halda 3s2 3p3'dür normal halı. Heç elektron sayı proton sayının neçə faizini təşkil edir? Heç elektron sayı 3'dür. İşte deyək A ya da B. Proton sayıdaki 15 idi. 15'deki 100 faizdir. Burada qalır 5. B bərabər olur 20'ye. 20 faiz. 65'e baxırıq. XY birləşməsində 20 mol elektron var. Yəni X üstəgəl Y 20. ZM3 birləşməsində 44 mol elektron var. Z üstəgəl 3M 44'ü verir. X və Z elementlər 3-cü dövrdə yerləşir. X və Z elementlər 3-cü dövrdə yerləşir. X-in maksimum həyəcanlı tək elektron sayı boşaltma sayına nisbəti 0.5'dir. Gəlin baxaq. Bunlar nə ola bilər? Onu yoxlamalıyıq. X ola bilər. 3s2, 3p1, 3ds də 0. Nə deyir? Maksimum həyəcanlananda. Maksimum həyəcanlananda nə baş verəcək? 3s1, 3p2, 3d 0. Tək elektron sayının boş orbital sayına nisbəti. Baxın, tək elektron sayı nə qədərdir? 3'dür. Boş orbitalı nə qədərdir? Boş orbital sayı burada 5 dənə var. P'də də bir dənə 6. 2-də 1, yəni 0.1. Aha, bu ikisi doğrudur. Yəni bunu da belə yoxlamaqla tapmaq olar. Sadəcə qrupa görə yazıb tapa bilərsiniz. Z-ə baxaq. Z də ola bilər. Z nə ola bilər? 3s2, 3p5. 3s2, 3p5. Həyəcanlananda 3s1, 3p3, 3d3. Tək elektron sayı nə qədərdir? Burada 7'dir. Boş orbital sayı nə qədərdir? Boş orbital sayı burada olacaq. Deməli, D'də 2 dənə var. O da edir 3.5. Belə. M-in valent elektronunun Y-in maksimum valent nisbətini müəyyən edin. Deməli, biz burada nəyi müəyyənləməliyik? Z-i tapdıq. Z nədir? Flor ola bilər. Və qrupu da 7'dir. Z M3 birləşməsi. Amma burada nədir bu? Burada heç elektrondan tapa bilərik. Yəni Z üstəgəl 3M. Deməli, bu 17'dirsə 3M. 4'ə bərabərdirsə 3M. Bunu tapaq buradan. 44 17 M bərabər olacaqdan 9'a. Yuxarıdakını da gəlin tapaq. X üstəgəl Y. 13
Üstə gəl y bərabərdir 20-yə, y bərabərdir 7-yə. Deməli, y-i də tapdıq, m-i də tapdıq. Burada yəni ipucu olaraq bizə verdiyi nə idi? X-la Z üçüncü dövrdə yerləşir. Buna əsasən biz üçüncü dövr elementlərini yazıb hesablayırıq bunları. Hansı qrupda anılar, hansında yox. M-in valent elektronunun Y-in maksimum valentinə nisbətini hesablayın. M 9-dur. Yəni 1s2, 2s2, 2p5-dir. Bunun valent elektronu 7-dir. Düz 7-si də iştirak eləməsə də. Y-in maksimum valentinə. Y azotlu sıra nömrəsi 7 olan. Onun da maksimum valenti 4 ola bilər. 4-də 7. Bu da bizə verir 1,75-i. Deməli, 66 dördüncü dövr əlavə yarım qrup elementi verilib. Biz tabaq görək. Bilmir nədir? X. S elektron sayı dördüncü dövr əlavə yarım qrupdur. Bunu bayaq kimi yazaq? 4S, B, 3D, A yazaq. S-lərin sayı A plus 2-dir. 4S. Bağlı böyle. Bunu ne yazaq? D yazaq. S-lərin sayı plus 2-dir. Bunun əvvəldə 1S2, 2S2, 3S2 var idi. 4S bilmirik artıq neydi. Bu bərabərdə A plus 2-yə. P-lərin sayı A plus 7-dir. 2P6, 3P6, 12-dir də. A-nı artıq buradan biz tapa bilərik. A bizə nəyi verəcək? 5-i verəcək. Deməli, burada da A-nı yerinə gətirib qoysaq, B-ni sən verəcək, 1 verəcək. Sonra D-nin sayı. D ilə A-ya bərabərdir. Yəni, böyle 5-in özüdür. Bu nə olacaq? 4S1, 3D5. Elektron formulu tapdıq. Nə istəyir bizdən? X atomu tək elektron sayı. 6 dənə tək elektron sayı var. Üçüncü energetik təbəqədə olan elektron sayını hasilini müəyyən. Üçüncü energetik təbəqədə bunun 3S2, 3P6-sı var. Yəni 8 üstəgəl 5. Deyilir 13, o deyilir 78. Altmış yeddiyə baxaq. N-i müəyyən edin. X üstəgəl 5, Y üstü N qəbul etdiyi elektron sayı A-dır. Çevrildiyi yön 3 mənfidir. A-nı tapaq da. X müsbət 5-dən X 3 mənfiyə gəlir. Neçə elektron qəbul edir? 8 elektron qəbul edir. A minus 3. Deməli, bu Y N-dən gəlib Y2 mənfiyə. A minus 3, 8-dən də 3 çıxanda 5 edir. Bu 5 dənə elektron qəbul edir 2 mənfiyə gəlib. Deməli, bu N neymiş? Müsbət 3 imiş. Nəyə soruşuldu? Elə N-in özünü soruşuldu. Altmış səkkiz. Qarşının kütləsini hesablayaq. Bizə deməli amonyak verib, bir də hidrogenli. Həzmi 112 litrdir. 112 litr neçə moldur onu tapaq. 5 moldur. 5 mol. Buna A desək, buna B desək. A üstəgəli B bizə verəcək 5-i. Proton sayı. NH3-də nə qədər proton var? 3 üstəgəl 14, 17. HQ-də nə qədər proton var? 2. Bu N-i verir bizə. Bir dəqiqə. Bunları yazmalı unutduq. Deməli, 17A üstəgəl 2B N-i verir bizə. Neytron sayda ki, hidrogenin neytronu yoxdur. Neytron azotda var. Orada azotun da 7 dənə neytronu var elə.
7A bərabərdir n minus 14-ə. Buradan yerinə qoysaq nə baş verər? Biraz uzun. Deyək, biz proton sayını hesablayanda səhv yol verdik. Niyə? Çünki azotda 7 dənə proton var buna qarşı. Azotda 7 proton var, hidrogende də 1 proton var. Bu 10A eləyəcək. 10A. 10. Üstəgəl hidrogende də 1 proton var. Onsuz da 2B. Belə deyək, bundan bunu çıxsaq, nə qalacaq? 3A üstəgəl 2B bərabərdir 14-ə. Düzdürmü? Düzdür. Bir tənliyim bu olsun, bir tənliyim də bu olsun. İndi bunun, gəlin bunu 2-yə vuraq. Sistem tənliyi əldə edək. 2A üstəgəl 2B bərabərdir 10-a. 3A üstəgəl 2B bərabərdir 14-ə. Deməli, bundan bu səfər bunu çıxaq. Onda eləyəcək A bərabər 4-ə, B-də nə eləyəcək? 1 eləyəcək. Qarşının kütləsini hesabla deyirsə, qarşının kütləsi 4 mol N, deməli 4 mol NH3 var. 4 vur 17 üstə gəl 1 moldakı hidrogen var 2. Beləcə 70. Metalların aktivliyini müqayisə edin deyir. Burada məlum məsələ ki, bir ada yerləşən aktivliyi daha çoxdur. Bir adakı daha çoxdur. Z böyükdür təbii ki. Z böyükdür. X-dan X də böyükdür Y-dən. Bunu necə müəyyən edirik? Baxın, 1B-də yerləşən passiv metallarda mis misal üçün. Amma 8B-də yerləşən orta aktivlidir. Dəmir. Ona görə dəmir böyükdür Y-dən deyək. Sıralama buna görə olacaq. 70-ə baxaq. X N ionu Y 2 müsbət iondan 2 elektron alıb. Bu zaman XA Y-də A plus 3 olub. N müəyyən eləyək. Deməli, Xn deməli Y müsbət 2-dən 2 dənə elektron alıbsa, 2 dənə elektron alıbsa nə baş verəcək? Buna nə deyək? Elektron sayı olsun. X olsun deyək. Y-də də 2 müsbətdir. Bundan 2 elektron alanda bunun yükü daha müsbətə doğru gedirdi. Olur 4 müsbət. Yəni A plus 3 bərabərdir 4-ə. A da bərabərdir buradan 1-ə. Yeni müəyyən eləməyimizi istəyir. Aha. Bu da gəlib N-dən XA-ya, yəni 1-ə. Bu 2 dənə elektron alıb 1 müsbətə gəlib. Deməli, bu N nə imiş? N 3 müsbət imiş də. İkisini də alıb gəlib müsbətə. Yetmiş bir. Yenə bizə ionlar verib. X müsbət, Y 3 mənfi. Elektronu bunun A'dır. Bu A plus 8'dir. Bunun neytronu 2A'dır. Verilənləri yazdırıq elə ki. Bununla neytron A minus 3'dür. X 3. Bu gəlir nəyi tapmalıyıq? X 3 Y-in 131 olduğunu verib də. Deməli, A plus 8, biri verib A plus 8 olur. Deməli, A plus 9 imiş. Kütləsi nə qədərdir bunun? 3A üstə gəl 9. Bu da 3 mənfidir bu. Bu 3'ün alıb A olub. Deməli, A minus 3 imiş. Bunları toplasaq 2A minus 6'dır. Bu X 3 Y-in kütləsini hesablasam, necə hesablayacağım? 3 olsun, 3A üstə gəl 9. Üstə gəl
2A minus 6 bərabərdir 131-ə. 131-ə bərabərdir. A-nı buradan tapırıq. 10 eləyir. Y-in proton sayı A minus 3'tür. Yəni 7'dir. X atomunun neytronu. X'in neytronu da 2A'dır. Yəni 20'dir. Mənə bu rəqəmlər lazımdır. Deməli, deməli, Y atomunun proton sayı nə deyim buna Ahmet? X atomun neytron sayı neçə faizini təşkil edir? 20'nin neçə faizini təşkil edir? 20 100 faizli 7 də omega deyək. Bundan bu x'lar gedir. Burada 5 qalır. Omega bərabərdir 35'ə. 35 faizi. 72. Aşağı hissəsi də var. Deməli, H, X, O, 4, 2 mənfi verib. Elektron sayı 50'dir. Tapaq buradan. 1 üstəgəl X üstəgəl 32 üstəgəl 2. Elektron sayı 50'dirsə, X'in burada elektron sayı 15 imiş. Y, O, 3 mənfi. Y üstəgəl 3, 8, 24 üstəgəl 1. 3 mənfi. 3 sayağında da mənfi üstündə. Bu N-ə bərabərdir. Bu N-ə bərabərdir. Aşağıda bir bak görək. X üstəgəl 3y bərabərdir 66-ya. X tapmışıq da yuxarıda 15 üstəgəl 3y bərabərdir 66-ya. Gətirib yerinə qoyursa aşağıda. Y burada nəyə bərabərdir? 17. Sonra gətirin bu y burada yerinə qoyun. N onda tapılacaq 42. Yəni tapdıq 42. Görək aşağıdan nə istəyir bizdən. Bunun polimerləşmə məhsulunu yazsaq, birli karbon atomunun sayı. Deməli, bu necə olacaq? CH2, C, belə CH3. Formasında yazsaq CH3, bu da belə. Bu mərkəzdəki onsuz da birli deyil. Bu da digər karbon atomuna qoşulacaq. Bu da birli deyil. Birli olan bir budur, bir dənə karbona birləşir. Bir də bu. 2 dənə birlisi var. Bunun 2 dənə birlisi varsa, deyək ki, birli karbon atom sayını müəyyən edin. N-lə necə ifadə edəcəm? Yəni, bu N-i nəyə bölsəm, mənə 2-ni verər. 42-ni də 21-ə bölsəm, verər. Ona görə N bölünsün 21. 21 2-ni verir çünki. Birli karbon atom sayı 2 daxil, ona görə 2-yə bərabər deyirik. NH3 və C2H4-dən ibarət qaz qarışığında protonların mol cəmi neytronların mol cəmindən 1,36 dəfə çoxdur. Qaz qarışığının homogen spesifikasını hesablayın. Hesablayaq. A mol NH3 deyək. B mol C2H4 deyək. Proton, neytron sayıları yazaq. Burada 10A olar. Neytron 7A. 16B, 12B. Deməli, 10A, 10A üstəgəl 16B, 7A üstəgəl 12B. 1,36 dəfə çoxdur. Burada biz bərabərlik eləsək 0,132B bərabərdir 0,48A-ya. Buradan da B bərabərdir 1,5 A eləyəcək. Bunun qaz qarışığının helium-homogen spesifikalığını tapmaq üçün əvvəlcə M ortasını tapmalıyıq. M ortası nə eləyəcək bunu? A vurur 17A azotun kütləsi, 28B C2H4, A üstəgəl B. Burada sadəcə yerinə qoyuruq. B-nin yerinə 1,5 A qoyacağıq. Və yaxud da tərsini deyə bilərsiniz. Yəni.
59A bölünsün 2 onda 5A bərabər olacaq 23 onda 6-ya. Sonra e, D helyum. Helyuma görə nisbi sıxlıq tapanda M ortanı bölürük helyumun kütləsinə. Bu da bizə verəcək 5 onda 9-u. Və sonuncu sual. 74. C3H8 verib bizə elektron sayını verib. X3 müsbət verib, orada elektron sayını verib. Deməli, 18 üstəgəl 8 bərabərdir 2A plus 6-ya elektron sayı. A bərabərdir 10-a. Bunu tapdıq. X3 müsbət elektron sayı. Deməli, burada A dediyi üçün 1 onda 5 vur 10 üstəgəl 8. Bu eləcə 23, elektron sayı 23-dür, protonu 26-dır. Bunun elektron formulunu yazsaq 4s 2, 3d 6-dır. Xarici elektron təbəqəsindəki elektron sayı, xaricisi bunun 2-dir. Valent elektronlar isə 8-dir. X bərabərdir nəyə? 25 faizə. Sağ olun, salamat qalın.